Salam əziz tamaşaçılar. Bu günləri sizlərlə Doda redaksiyasında görüşürük və yanımda qonağım var. Seymur Məmmədov qonağımdır və atası Elxan Məmmədov Rusiyadan mənə zəng edərək şikayətini bildirmişdi və rəsmən də oğlu müraciət etmişdi. Bugün ilk qonağımda olsa bunu sizlərlə bölüşürəm və çəkişir etməkdə məqsədim var. Məmmədov Seymur Elxan oğlu bugün bizə yaxınlaşarlar və şikayət məktubu ilə müraciət edir və hüquqlarının tapdalanmasını bildirir və burada nəzərə çatdırmaq, ictimaiyyətin nəzarətinə çatdırmaq istəyir ki, uzun müddətdir ailə əmlak mübahisəsi ilə bağlı hüquqları pozulduğunu bildirir və mübahisə predmeti olaraq Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evi barədə qarşı tərəflə iddia edir ki, həmin ev bu güya nigah dövründə tikilmişdir. Mən bu barədə bizim qonağımıza suallarımı verəcəm. Xoş gəlmişsən Seymur. Sağ olasın, sağ olun. Seymur, mən atanızı tanıyıram, yəni Lerkinsiyov kəndindəndir və mənə müraciət edərək bildirir ki, İradə xanım, İradə Dodu və oğluma köməkliyin özü də bu yaxınlarda gəlişi gözlənilir. İnşallah. Bildiyim qədər siz nigahda olduğunuz dövrdə, nigah dövründə 2014-cü ildə 1986 təvəllüdlü Elnara Kazımova ilə ailə qurmusunuz və iki azyaşlı övladınız var ki, övladlarınızın biri 2015-ci ildə Hüseyn və 2018-ci ildə Əli dünyaya gəlmişdir. Və rəsmən 2020-ci ildə siz boşanmışsınız. Rəsmi nigahdan boşanmışsınız və mənim bir iki sualım var ki, siz müraciət etmişsiniz. Seymur, siz işləyirsinizmi? Bəli, mən işləyirəm. Yəni, dövlət işində deyirəm, belə rəsmi işindəyim. Bez möhkəm danışın, bəli. Rəsmi işində, yəni, bağa baxıram. Nə qədər maaş alır? Orada baxın, danışın aradan. Yəni, bağa baxın, nə qədər maaş alırsınız siz? Nə qədər maaş alıram? 300 man maaş alıram. Sizdə nə qədər aliment tutulur? Əvvəl nə qədər tutulurdu, sonra da nə qədər tutulur? Əvvəl 280 manat. Sənədlərinizə əsasən? Hə, sənədlərimizə əsasən. İndi 500 manat tutulur. Amma sən 300 manat maaş Mən də 300 manat maaş alıram. Bunu hakimə bildirdinmi? Hə, bildirdim. O deyil, mənim aidiyyatı yoxdur. Və sizin xəbəriniz varmı ki, 260 manatdır hər uşağa görə, ona görə də sizdən hələ belə deyim ki, tutulur. Yəni sizin indi araşdırılıbmı bu barədə? Hə, bəli, necə araşdırılır? Yəni bu barədə araşdırma aparılıbmı? Yəni məhkəmə tərəfindən ki, yəni siz nə qədər maaş alırsınız? Hə, bəli, araşdırılıb. Yəni özü də bilir ki, mən 300 manata işləyirəm, mən başqa yerdə gəlirəm. Yəni sənin məhkəmə bilirik mi, sənin maddi vəziyyətin və real gəlirin kifayət qədər araşdırılmı? Yəni sənin kifayət qədər maddi gəlirin yoxdur. Yəni səndən necə 500 manat tuta bilərlər ki, sən 300 manat maaş alırsan? Bəli, bəli. Onlar hansı bir hüquqi sənəd səndən istəyiblərmi bu barədə? Hə, istəyiblər. Deyiblər ki, get gətir. Mən də nə gətirim ki, yəni o bağda bağban işləyirəm. Orada mən nətər deyim ki, ay eviyyəsi, mənə bir kağız ver, aparım belə. Yəni... Anladım. Yəni, bəs ikinci tərəfi sualım var. O sənədlər var. O bir tərəfdə ev sənədlərini göstərərdiniz, tamaşaçılara da göstərərdiniz. Sizin eviniz atanızın dediyinə görə və oradakı qonşulara bildirdiyinə görə ananız Təranə xanım da iddia edir ki, sizin evləriniz 90-91-ci illərdə tikilib, hətta sizin bacınız doğulduqdan sonra Təminə xanım 1990-cı ildə o evə 90-90-cı il sizdən böyüdür də bildiyim qədər. Yox, məndən balacadır. O evə köçürülür. Hə, bəli. Yəni sənin də dövründə o ev tikilib. Bəs burada belə bir şey var ki, məsələn üçün mən sizin verdiyiniz mənə yəni sizin yaşadığınız dövrdə o qızla bərabər ümumi nigahda olduğunu, yəni belə nigah münasibətlərinin olduğunuz dövrdə inşa edilib. Bu nə dərəcədə doğrudur? Yox. O sizə 2014-də gəlib, amma evlər... Hə, bəli. Yəni mən 1990-cı ildə... uşaq olmuşam, yəni o ev tikilib. Bəli. Yəni o ev tikilib, uşaq, yəni mənim bir yaşım yox idi ki, yəni o ev tikilib. Çalışmısınızmı evin sənədlərinin düzəlməsi ilə bağlı? Evin kök sənəti bildiyim qədər atanızın adındadır. Yəni heç kimə o hüquq verilmir. Bəli, əlbəttə. Yəni ev atanın adındadır. Yəni ki, nə deyim başqa? Sizə o sənədləri bir usta göstərin ki, bax əllərində bu sənədlərdir oğlanın, yəni biraz da bilgiləri azdır. Yəni lazımdır ki, bildiyim qədər siz Xəzər İcra Hakimiyyətinin yanında, Elşən müəllimin yanında olmuşam. Və o sizi göndərib, İlqar müəllim, yəni İlqar müəllim də sizi göndərib Arxivlər İdarəsinə. Harada yerləşir bilmirsiniz? Yox, onu bilmirəm bacım mən. Yəni belə deyərdim də, bunu çəkməkdə məqsəd bir insan bilgisiz olanda, yəni deməzdim kimsəsizdir, yəni bilgisizdir. Yəni bunu bilmək üçün ona köməklər lazım. Mən də yönəldirəm
aidiyyəti üzrə Allah razı olsun. yönəldəcəm. Siz gedin, çünki bir redaksiya olaraq sizin ərizəniz daxil olur. Mən bunu araşdırmaya və əziz tamaşaçılar, yəni bununla bağlı deyərdim ki, hardasa bir ondan artıq insanların familiyası götürülür və bu insanlarla əlaqə saxlanılacaq. Yəni qarşı tərəflə, bu tərəflə, yəni bu hal-hazırda yəni mən bildiyim qədər sən övladların saxlanılmasına heç vaxt imtina etmirsən, indinin özündə də. Amma çox maraqlı tərəfi oradır ki, hakimin qərarından sonra boşanma verilir və 500 manat bundan, bu qardaşdan aliment tutulur. Amma indinin özündə də bu dəqiqə, hal-hazırda oğlu ona kart nömrəsi göndərir ki, ata mənə pul göndər, bizə pul çatmır. Yəni çatmır. Yəni sual verirsən, neyiniz ana pul sən göndərirsən, olar bilir, neyin, pullar hara gedir? Vallahi mən belə deyim də bacım, mən pul ödəniş edirəm hər ayın birinə. Onun səhəri polislər mənim qapımdadır. Polis sizin qapınızdan gedir? Xəzər rayonun polisi mənim qapımdadır. İcraçılar mənim qapımdadır. Xəzərin icra. Onlar nə üçün gəlirlər? Nə bilim, gəlirlər də mənim elə bir mənim verdiyim pul mənim övladlarıma yox, polislərə yəni gedir. Yəni yoldaşım polislərə verir ki, yəni evi məndən alsın, yəni məni sındırmaq istəyir də. Yəni ki, sizin Bunlar gələndə əllərində order olurmu? Nəyə əsasən gəlsən? Nə günah? orada bir dənə kağız tutub əlində, bilmirəm onu. Sizə kağız Yox, mənə verirlər? göstəriyor, verilmir. Siz onu tələb eləmək hüququnuz var. Var. Və mənim atanızın mənə göndərdiyi bir video qızın özü tərəfindən çəkilmiş. Polis gəlib Hə, onunla danışır. bəli. Aidiyyəti orqanları lazımsa redaksiya onu təqdim edə bilər. Daxili İşlər Nazirliyinin Xəzər rayon polis idarəsinin tərəfindən də kim mətbuat katibliyi müraciət edilərsə, mən o videonu onlara çatdıra bilərəm ki, sizi haqsız yerə niyə incidilirsiniz? Heç bir günah olmadan niyə incidilirsiniz ki, siz indi düşünürsünüz bu sənədlərin, yəni insanlara şərait yaratmalıdır. Bizim prezidentimiz bunu demir və insanların hüququ tapdalınırsa, Azərbaycanda qanun hakimdir, hakim qanun deyil. Ona görə də mən çox istəyərdim ki, Xəzər rayon hakimləri ki, bu işə baxırlar, biraz qayğıya, valideynlik bir böyüklük qayğısı ilə qanun çərçivəsində edilsin. Yəni bu insan nəsə yeməlidir. Yəni bir yaşlı anası var onun himayəsində. Qardaşım veterandır. Yəni qardaşı veterandır, anası xəstədir və bu insanların biraz aidiyyəti üzrə bəzi başqa işlər də var orada. Mən indi onun dərinliyinə girmirəm. Bir redaksiya olaraq yoluna qoyacağam və onları aidiyyəti üzrə göndərəcəm. Yəni qalan bu işdə çəkilişləri də ictimaiyyətləşdirməkdə məqsədimiz odur ki, yəni əgərləri belə deyərdim, Azərbaycan qanunvericiliyinə əsasən aliment müəyyən edilərkən valideyn real gəliri, maddi vəziyyəti və ödənmə qabiliyyətinin tam araşdırılırmı? Yəni araşdırılırsa bu qərarın yenidən nəzərdən keçirilməyi mümkündürmü? Əgər mümkündürsə bu qanunvericiliyə görə yenidən apellyasiya verirsə, yenidən şikayət ərizəsi verəcək bu insan ki, bu azaldılsın. Yəni bu cavandır, 90-cı il təvəllüdlü bir cavan oğlan, cavan bir insan atadır, uşaqlarından ayrılıb, travma yaşayır. Baxmayaraq, qarşı tərəf isə 200 bildiyim qədər məktəbin nömrəsini də deyəm. 148 sayılı orta məktəbi Sabunçuda yerləşir. Sabunçu 148 sayılı orta məktəbdə, yəni təlim-tərbiyə üzrə işləyir. Yəni bu baxımdan məktəbdə işləyən, uşaqların təlim-tərbiyəsi ilə işləyən bir xanım, yəni qarşı tərəfdə uşaqların böyüməsi, gələcək cəmiyyətimiz üçün nə dərəcədə problemlər, fəsadlar yaşadığını göz qabağında ailə dağılıb burada. Yəni biz çalışmalıdır, nə bəxtiyardır sülh yaradanlar. Yəni aidiyyəti orqanlardan kömək istəyirəm, bu gəncə kömək eləsinlər və əgər bu ödəniş edilirsə, təzədən niyə polislər qapılarına gəlir, başqa bir təşkilat onun qapısına gəlir, nə edir, nə qanunsuzluq edilir və yaxud da bu adam boşanırsa, evdən çıxırsa, şeylərini götürmür, sonradan gəlir deyir ki, mən burada yaşamışam, mənim dövrümdə tikilib, onun heç bir orada hüququ yoxdur. Yaşamaq hüququ varsa da yaşayırsa, əgər qaçıbsa da nə üçün gedibsə, bunu araşdırılması. 3 dənə əşya saxlayıb orada, and ol Allaha. Yəni 5 ildir çıxıb elə də qalıb. Yəni gəlib maraqlanmır. Köhnə şeylərdir yəqin. Hə, köhnə şeylərdir də, lazımsız şeylərdir. 3 dənə şey saxlayıb, zəbt edib də deyir ki, mən burada oğlumun payı var. Mənim bir redaksiya olaraq bunu ictimaiyyətləşdirirəm və aidiyyəti üzrə onu başqa bir vəkilə ünvanlayacağım ki, işin gedişatını onu araşdırsın. Allah sizə də köməkliklər eləsin. Dilinə bəxtiyardır sülh yaradır. Öz dövlətimdən mənə yəni bu işə baxılsın. Yəni çox haqsızlıq eləyirlər mənə. Xəzər rayonunun məhkəməsi mənim işimə baxmır. Elə mən sözümü deyirəm, hakim deyir sən yum, qoy xanım danışsın. Deyirəm niyə möhtərəm hakim? Deyir yox sən danışma, qoy o danışsın. Onu eşidir, məni eşitmir. Deyirəm mənim imkanım yoxdur, vallahi yoxdur.
Yəni 500 manat mənim imkan, 300 manata mən işləyirəm. Ay möhtərəm hakim. Deyir yox sən sakit. Adını da çəkərəm, amma istəmirəm çəkim. Yox, mən də istəmirəm. Bəli, burada bəzi detallar yəni var ki, ki, 1-2 nəfər zənglərdən sonra ola bilsin bizim yenidən çəkilişimiz olsun və çox xahiş edirəm aidiyyatı qurumlardan köməkliklərini eləyin ki, bir cavanı ayaq üstə qoymaq Allaha da xoş gedər. Özüm də vətənpərvər oğlanım, Allahım da olsun. Yəni həmişə də kasıbların yanında olmuşam. Bildiyim qədər siz ictimai işdə də olmusunuz, Bəli, qeyri bəli. hökumət təşkilatı olaraq Bəli. köməkliklər etmisiniz qabaqki dövrlərdə. Bəli, indi də edirəm. Yəni o köməkliklər edirlər, ictimai işlərdədir, çox fəaldır. Yəni ictimai işdə olduğu üçün icra həmin rayon üzrə onu tanıyırlar. Bəli, tanıyırlar, məni tanıyırlar. İnsan oldu, necə əməksevər olduğunu və qayğıya ehtiyacı olan insana kömək etdiyindən xəbərdarlar. Bu qədər. Başqa bir sözünüz varmı? Sağ ol, Allah razı olsun. Çox sağ olun. Xoşça qalın əziz tamaşaçılar. Bu günləri sizinlə efirdə 20 iyul 2026-cı il Dodo redaksiyasında olduq və bu söhbətimiz də elə bizim yeni redaksiyamızda sualı olan, şikayəti olan bizlərə müraciət edə bilər. Keçmiş həmin Azərbaycan Nəşriyyatının yanındakı binada, Azərbaycan mətbuatındayıq. Xoşça qalın. Hər birinizi bir daha Allah amanda sağollaşırıq. Sağ olun. Sağ olun.